Öz şotuma qazanıram da. Gedib onun bunu oğlum qucağında oturmamışam. Gedib onun bunun pulunu almamışam. Hansısa bir qadının ahını almamışam. Otururam burada hava zəhmətimlə qazanıram da. Qəribə insanlar ise Allah uşağımın ruzusunu verir. Sənə nə var? Ne yanırsan? Pulum olsa yəqin kirayədə qalmaram da. Ağlamıram, demirəm acından edirəm. Min şükür Allahıma. Mən heç vaxt ağlamamışam. Mənim boynuma qoyursuz ağlamısan. Sadəcə mən kirayədə qalırım. Niyə yalandan deyim ki, evim var? Çünkü buradaki dəstəklər ev olana dəstək olmur. Elə buradaki dəstəklər ev olana dəstək olur, pul olana dəstək olur. Kimdir burada kasıma dəstək olan? Əksəriyyəti evi pul olana olur da. Dəstəkçi de girir, yayın xoşuna gəlir. PK xoşuna gəlir, götürüb atır. Kimdir ki buradaki acılara dəstək olan? Qəribə danışırsın. Dəstəkçi bəyəm qıdıqlayır, bunun evi var yoxdur. Dəstəkçi nə ilə lansın? Gəlib sənin evində yatacaq. Atmaq istəyən, dəstək olmaq istəyən adam heç ona baxmır. İnsan özünə hörmət qoyur, dəyər verir, atır. Oyununa dəyər verir, PK-sına dəyər verir, nəyləsə dəyər verir, atır. Söhbət dəstəkçidən gedir. Oysa mən sizə nə edirəm, canama bilmirəm. Bugün bir dənə züllüt, bir dənə oğlan əskərliyi vaxtı maması yubqasının altındakı hissənə. Dəyər verirsiniz, bəzim sizlərə. Necə alırsan? Nə olur? Artistəm, o artistlikdən siz deyir. Bacarardınız siz deyilərdiniz o artistliyi. Oturardınız 24 saat burada aç susuz. Eləyərdiniz. Eləməmsiniz, sakitçə durun bir yerimizdə. Başa düşdünüz, yine işinizlə məşğul olun. Eləyərdiniz, niyə eləmədiniz? Bir işimizlə məşğul olun. Ayağı qaratsıyam, ne olar ki qarat olanda? Ayıbdır ya valla. İnsanın hakkına girmeyin. Yani olsun monitor arkasıdır. Heç vaxt insanların hakkına girmeyin. 5 dəqiqədən sonra bilmirsiniz ki, gedib yıxılacaqsınız, başınıza nə gələcək. 5 dəqiqədən sonra bilmirəm mənə nə olacaq. Bəlkə də yolda öldüm, maşın vurdu, qəza keçirdim. İndi insansan da, deyil Cabir İmanov, aktyor. İnsan bilə bilərdi harada başına nə gəlir. İnsanların hakkına heç vaxt girmeyin. Həyat ölüm qaşla gözün arasındadır. Kimisə hakkına heç vaxt girmeyin. Ayıbdır. Özünüz elə aparsınız ki, siz idealsız, belə bombasız, siz belə ağ vərəqsiniz, başa düşdünüz. O söz yazmışsan, bura sənin ağzıma belə eləyib. Sən duxun çatırsan, gəl məşdəqiyim 3 mərtəbəyə. Mənim ağzımı onu elə görüb eləyə bilərsən. Sən şalvarımı çıxardaram, boğazıma qalusluq eləyərəm, eşitirsən. Eşitirsən, yufqamın ətəyindən də kəsərəm, sənin başına eşitirsən, yaylıq tikərəm, qaşqaldaq. Yer gedişinlə məşğul ol. Sən asfaltdan bir sürüyərəm, səni mənim əlimdən 10 nəfər də gəlsə ola bilməz. Köpək oğlunun dıqası. Fikri də götür, bas bayrağı. Belə həyatsız köpək oğlunun qızı yanır. Düzünü çırıb qoyaram ora. Salam. Bu çatdan söhbət getmir, bacı. Hara baxıram keşfətdə, yaxşılara can qurban, yaxşı yazanların anasının əllərini öpürəm. Qaşqaldıq oğlanlar. Görün kimi dəyər verirlər. Elə bir mənə ev verdilər, maşın verdilər, məni elədilər xalq artisti. Bunlar tüsülərdi. Qadınlar durub bir qıraqda, kişilər düşüb ələyağa. Ne olur be? Durgur ne olur? Ne olur? Yorumda yazıp, biri yazıp ki Levan pozğunluğunu görürsən. 6 ay sən də ərdə olarsan, 6 ay ərdə olan pozğun olur. Səni, 6 ay ərdə olan pozğun olur. 6 ay ərdə olan pozğun olur. Səni kimlərdə də qadınların adını çıxardır? Ay şərəfsiz, ay bilvec. Ay dalına şalvar ala bilmir var vadalam. Səni kimlərdir də? Anavız gedir 11 qapısına.
Bir badalağa taxt olmayan oğlanlarına cəmatın qızlanıb bədbəxt edirlər. Səni kimi qaşqaldaqlar. Qız da gedəndən sonra görür ki, bir dəridir, bir sümük. Səni kimlərdir elə boşanan qadınların adını çıxardan? Alıb saxlaya bilməyib, arvad edeyə bilmirsiniz. Bəziləriniz kişi olub arvadınızı saxlaya bilmirsiniz. Boşanandan sonra da olur pozğun. Deyirsən, dədəvin canından da olsun elə. Qadının pozğunluğundan eşit olmaz, kişinin pozğunu ələ keçməsi. Ha? En arasında buna bir söz deyirlər, nəf laykəsi. Kişinin ələ keçməsinə, eybi yoxdur qadınla. Vay o matışqa kişilərdən, oturub arvad qiybəti qıranlardan. Vay vay, 10 dənə ondan sonra Dubaya gedib gələn qızın olsun bir dəfə yapışdı. Bir dənə qiybətçi oğlum olmaqdansa, arvad ağız. Valla ben bu TikTok'a girenden çok şey gördüm bacı. Qadınların adını çıxardan həmişə bivec kişilər olub. Bivec, yaxşılardan qıraq. Yaxşıları demirəm ha. Yaxşı kişilərimiz çoxdur. Mən onların heç vaxt haqqına girmərəm. Qələt eləyərəm dədəmin ağzı ilə. Girirəm keşfete. Oleman var ya oleman. Ne oldu? Dediğin sözler yadımızdan çıktı. Ay bir savat. Ay bir savat. Ay kartoşkaya antoşka diyen. Ay bir savat. Ay pomidor apelsin görenler. Ay bir savatlar. Ay videoya gözüyle yok. Gözüyle bakanlar. Ay bir savatlar. Ay televizor pultuyla TikTok'a girenler. Orada gedin bakın ki o videoda görünə deyilim. Ürəyimiz o kadar xarabdır ki, qəlbimizin qəlbimizin haftağasının lüləyi ilə baxırsınız videoya. Ne tez yattan çıktı ay ay ay. Seher ağrı, sizin evinizde kamera yoktu ya. Bəzilərinizin evində kamera yoxdur, kamera. Yox. Canlıdayım, nəzən gelirsiniz mənə? Baba evli kişilerin kucağında gezenlere bak. Onun bunun arvadına söz geçirdenlere bak. Onun bunun eri ola eri işe gidenden sonra evine girenlere bak. Aytim hür. Bak söz tesir elədi bak. Düz söz yandırır. Gel. Peyiklere bak. Sizin bəzilərimizin evində kamera yoxdur. Nələr danışırsınız, nələr. Telefonda danışanda qorxa danışırsınız ki, ay aman səs gedər, birdən tutub ağzımızı sürarlar. Az yaxşı ki, aman canlı yayında səhvən bir söz işlədi. Az sizin evinizdə kamera yoxdur. Sizi 24 saat güdən olsa var. Az sizə 50.000 il iş verirlər. Az. Ay özlərin mələk göstərənlər. Sabahınız xeyir. Güya bunlar hamısı. Ətimə tökməyin, az olmayan ətimi olsa arıqlamışam. Az bəstəz. Bir gün qutardı, fısa, videonun altına baxın. Qutardı aktris Halihur. Az anavı qəbrə bastırırsan, eşitirsən mənə bəziləriniz. 3 gündən sonra gedib toyulub evlənirsiniz. Arvadlarınızı bastırırsınız, canlı yayında buluyorsunuz. 3 gündən sonra
səhər jeton atan kimi buynuzlarını çıxır, hırıldayırsınız. Ölülər bizi bastırıb 3 gündən sonra. Siz neçə gün yat saxlayırsınız görəsə? Hə? Kim ölənə kimi yat saxlayıb az burada? Həyat devam edir də əzizim. Həyat devam edir. Nə aktrisa? Mən aktrisa deyəndə gidin öz aktyorunuzdan danışın. Aktrisalıq da bir sənətdir.